Bir, özündə əvvəllər görmədiyi şeyi yeni hiss eləyəndə, sağlam idi, problem yox idi, əvvəllər özündə bir dəyişiklik görmürdü, amma indi özündə bir dəyişiklik görür. Hiss edir ki, əvvəl bunda olmamışdır. Narahatlıq var evində, ailəsində, dostunda, yatmağında, durmağında, fikrində, hər şeyində. Ehtimal var ki, sehrin təsiri ola bilər. 2. Hər şeyə həvəssiz olmaq. İnsan bir şey həvəssiz olsa, süst, tənbəl olursa, ehtimal var ki, bunun bir səbəbi də sehr olsun. 3. Heç nədən səbəbsiz, boş yerə ailədə, işdə, orada, burada insanlarla problem yaşamaq, işin düz gətirməməyindən tutmuş bütün işlərə qədər bu ola bilər. Axşamlar xüsusilə gün batan vaxtı sıxılmaq, darıxmaq, özünü narahat hiss etmək. Bunlar ola bilər sehrin əlamətləri olsun. Bir daha qeyd edirik ki, dediklərimiz təcrübəyə və alimlərin dediklərinə əsaslanır. Nəsə insanları xurafata dəvət etmək fikrimiz yoxdur və bundan uzağıq.